بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وصحابته أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي أما بعد. Möhtərəm qardaşlarım, ən birinci özümə, sonra isə sizə Allah Teala'dan haqq təqvasına qorxmağı nəsihət edirəm. Çünki bu bizdən də xeyirlilərin, bizdən də şərəflilərin bir-birlərini etdiyi nəsihət edir. Yəni təqva. Və təqvanın da səbəbləri var. Təqvaya aparan səbəbləri var. Və o səbəblərdən də ən birincisi və ən üstünü tövhiddir. Yəni ki, Allahdan başqasına, Allaha layiq olan ibadətləri eləməmək. İstər gizli, istərsə də aşkar, fərq eləməz. Allahdan gizlin heç bir ibadəti, daha doğrusu Allaha layiq olan heç bir ibadəti başqasına etməmək. Və bu şəriətlə icazəli deyil və haramdır. Çünki Allah Teala bəşəri və cinləri, insanları və cinləri yalnız özünü ibadət etmək üçün yaradıb. Yalnız və yalnız özünü ibadət etmək üçün yaradıb. Və o tövhidi də bizə Allah Teala kitabında öyrədib. Tövhid necə olmalıdır? Yəni Allaha olan itayət. Allaha olan itayət. Yəni tövhid necə olmalıdır? Çünki Muhammed sallallahu aleyhi ve sellem'in vəfatından sonra və bəzi sahabələrin şəhid olmasından sonra Hüseyin Osman ibn Affan radiyallahu anhum və yaxud da Ali radiyallahu anhum bəzi sahabələrin şəhid olmasından sonra ortaya firqələr çıxdı. Və o firqələr çıxmamışdan öncə də çıxmadan öncə də Peyğəmbər sallallahu aleyhi ve sellem ümmətinin parçalanacağını, bölünəcəyini öyrətmişdi və demişdi. Və bu da onu göstərir ki, parçalanmaq və bölünmək nədir? Yəni insanların bu dini fərqli formalarda başa düşməsi deməkdir. Və hətta tövhiddə, yəni Allaha aid olan, Allaha xas olan ibadətdə də belə insanların xətalara düşməsi. Və bu gün də görülür. Və bu gün də görülür ki, insanlar Allaha olan ibadətdə də belə, yəni tövhidin özünü səhv başa düşürlər və xətalı şəkildə başa düşürlər. Və bu da özü tövhiddən naqislidir. Çünki biz bilirik ki, əməllər niyyətlərə görədir. Əməl niyyətə görədir. Və o niyyət də gərək sağlam olsun. Və tövhiddə Allaha olan, yəni tək Allaha olan ibadətdə olan niyyət sağlam olmadıqda, necə əməllər puça çıxdığı kimi və tövhid də puça çıxır. Yəni tövhid də heç olur. Çünki bəziləri deyirlər ki, Allahdan başqa Allah yoxdur. Yəni la ilahe illallah Muhammed Resulullahı izah edərkən və şərh edərkən deyirlər ki, Allahdan başqa Allah yoxdur. Zaten onsuz da Allah yoxdur, Allahdan başqa. Allah təkdir. Sadəcə olaraq Allah Taala'nın Muhammed sallallahu aleyhi ve sellem'ə öyrətdiyi la ilahe illallah kəlməsindəki Allahdan başqa ibadətə layiq olan yoxdur. Zaten onsuz Allahdan başqa Allah yoxdur. Yəni bu tövhidin öz əsl izahı deyil. Və bu da özü bir bidətdir. Və bu özü bir bidətdir. İnsanların zəlalətə düşməyidir. Və əgər insan tövhiddə zəlalətə düşərsə, xətaya düşərsə, Rəbbini düzgün tanımarsa, başqa hansı ibadətin onun faydası olacaq? Məsələn, ola bilsin ki, gizlində Allah yolunda xərcləyəndir. Ola bilsin ki, Allah yolunda vuruşandır. Ola bilsin ki, həcc eləyəndir, ömrə eləyəndir, fərq eləməz. Böyük ibadətlər eləyəndir, valideynlərini hətta ehsan eləyəndir. Amma əgər o tövhid, əgər tövhid islah olmayıbsa, tövhid sağlam deyilsə, səlim deyilsə, o ibadətlərin faydası onun yalnız dünyada olacaq. Əgər ona haqq çatıbsa, əgər haqq bəyan olubsa ona. Ahirətdə isə əli boşdur. Ahirətdə isə onun hansısa bir payı yoxdur. Ona görə də təmiz niyyət, saf niyyət, yəni o niyyət ki, hansı ki Allaha, yəni onun kitabına və Muhammed sallallahu aleyhi ve sellem'in sünnəsinə tabi olan haqq, nəfs daha doğrusu. O nəfsinin həyata keçirdiyi tövhid salamat qalır. Və hansı ki Allah Resulü onu əmr edirdi. Və hansı ki de Allah Resulü onu əmr edirdi. Və sonradan sonraya ortaya bəzəli sözlər çıxdı. Ki, xeyirli insanlar, xeyirli adamlar, xüsusən də sahabələr
və xüsusən də Allah Rasulunun nəslindən və nəsəbindən olanlar Allaha yaxınlaşmaq üçün bir vəsilədir, bir vasitədir. Allah Rasuluna verilməyən bir şey Allah Rasulundan başqa heç kimə verilə bilməz. Allah Rasulü Muhammed sallallahu aleyhi və səlləmə verilməyən bir fəzilət başqasına verilə bilməz. Başqasına ola bilməz. Bu bizim etiqadımızdır. Çünki Allah Rasulü Muhammed sallallahu aleyhi və səlləm yer üzünə ayaq basmışların ən xeyirlisidir. Yəni Həsən və Hüseyin, Ali radiyallahu anhu və başqa sahabələr Allah Rasulunun üstün ola bilməzdir. Çünki əslən Allah Rasulü bütün peyğəmbərlərin üstündür. Nəinki salihlərdən. Və Allah Rasuluna verilməyən bir fəzilət başqasına verilə bilməz. Və bugün bəzi müsəlmanlar, bəzi firqələr, bəzi özünü hətta tövhidə nisbət edənlərin tövhid dedikləri şey elə şirkin özüdür. Qəbul etməsələrdir belə. Çünki əslən xətanı insan xəta eləyəndə onun ehtiyac yoxdur. O desin ki, hə, bu xətadır. Zaten insanların çoxsu öz etdiyi xətayı düz deyir. Necə xavariclər. Sahabələri gəlib öldürəndə neynədilər? Dedilər ki, biz cihad eləyirdik. İslamdan bir şuardır cihad. Cihad İslamın zirvəsidir. Həmən o addan istifadə edilər və Osman ibn Affan radiyallahu anhunu şəhid etdilər, qətl etdilər, öldürdülər. Məqsəd nə idi? Allahın razılığı. Məgər əməldən, həmən əməldən, məgər Allah razılığı yoxsa razı deyil. Razı deyil. Yəni insanın özünə gətirdiyi dəlillər, öz əməlinə gətirdiyi şeylər ki, mən bu şeydə düzəm, mən səhv deyiləm, kifayət deyil. Kifayət deyil. Ona görə İslam dini bizə nə öyrədib? Kişi dostunun dinindədir. Və diqqət yetir bu hədisə. Allah Rasulunun sözünə diqqət yetir. Demədi ki, insan dediyi sözlərin üzərindədir Allah Rasulü. Demədi ki, insan nə deyirsə, o şey onun dinidir. Özünə səhv deyirsə səhv, düz deyirsə düz, tövhid əhli deyirsə tövhid əhli. Xeyr, insan dostunun dinindədir. Ona görə baxmaq lazım insanın dostuna. Yəni bu ona göstərir ki, insanın özünə qoyduğu adlar kifayət deyil. Çünki hər bir bidət əhli, hər bir zalət əhli heç bir özünə bidətçi demir. Və hamısı özünə deyir ki, mən haqq yoldayam. O zaman qaytarmaq lazımdır. Onun həyatı, əsası tövhiddir. Yəni tək Allaha ibadətdə onun halı necədir? Başqa şeylərə baxmaq lazım deyil. Birinci odur. Birinci meyar odur. Əgər bir insan bilirsə ki, yaradan Allahdır. Əgər bir insan bilirsə ki, xəlq edən Allahdır. Duaları eşidən Allahdır. Və duaları qəbul etməyən də Allahdır. Bunu bildiyi halda başqa bir bəşərə, istər salihlərin olsun, istər peyğəmbərlərdən olsun, fərq eləməz. Ona əgər dua edirsə, o insanın tövhidi yoxdur. Hətta özünə tövhid əhli desə də belə. Özünə nə ad qoysa da, fərq eləməz. Çünki Quran bir dənədir. Allahın kəlamı bir dənədir. Və Allahın kəlamının çağırdığı şey də bir dənədir. Məqsəd bir dənədir. Orada insanların artıq sözlərinə baxılmır. İnsanların özlərinin getdiyi yollara qoyulan adlar mahiyyət daşımır. Mahiyyət daşıyan Allahın kitabına tabiçiliyidir. Və Allahın kitabı bizə tövhid öyrədir. Yəni tək Allaha olan ibadəti öyrədir. Ona görə kimsə bugün desə ki, mən sahabələri, Allah Rasulunun əhl-i beytini və yaxud da ki, xeyirli insanları, məqsədim orada Allaha ibadət eləməkdir və məqsədimiz bizi Allaha yaxınlaşdırsın deyə oraya yaxınlaşmaqdır, bu tövhiddən deyil. Allah Rasulunun zamanında belə bir şey olmayıbsa, Allah Rasulunun zamanında bu əməl tövhid deyildirsə, bu gün o tövhid ola bilməz. Allah Rasulunun vaxtında din nə idisə, bu gün də odur. Allah Rasulunun vaxtında olan halallar, bu gün də halaldır. Allah Rasulunun vaxtında olan haramlar, bu gün də haramdır. Allah Rasulunun vaxtında içki halal, haram indi mi halal oldu? Fərq yoxdur. O zaman halal olan, bu gün də halaldır. Ona görə də Allah Rasulunun vaxtında olmayan şeylər bu gün də olmalı deyil. Və bəziləri deyirlər ki, bizim qədir qiymətimiz yoxdur Allah qatında. Ona görə də biz salihlərin vasitəsilə Allaha yaxınlaşırıq. Belə deyirlər. Məsələn, əhl-i beyti götürürük və əhl-i beytin sayəsində Allaha yaxınlaşırıq. Biz günahkarıq, Allah bizdən qəbul etməyə bilər.
Amma onlar salihlərdir. Allah onlardan qəbul edir. Subhanallahil-azim. Əgər Allah səndən qəbul etmirsə, əgər sən layiq deyilsənsə ki, Allah səndən qəbul etsin, yəni əhl-i beytin orada hansı ola bilər ki? Yəni belə üzr istəyirəm, bu dində daydaylıq yoxdur. İslam dində belə bir şey yoxdur. İslam dində əməldir. Kim ortaya nə qoyursa ona nisbət olunur. Sən kimsən, kimin oğlusan, bu dində belə bir şey yoxdur. Və yaxud da sənə kimə yaxınlaşmısan, bu da yoxdur. Təqvalısansa təqvalısan. Kasıb olsan da, varlı olsan da. Allahdan qorxansansa, Allahdan qorxansan, şikəst olsan da, eybəcər olsan da, gözəl olsan da, qadın olsan da, kişi olsan da, fərq eləməz. Heç bir fərq eləməz. Ona görə də Allah əgər sənə övladı bəxş etməyibsə, hər hansısa bir pir, hər hansısa bir qəbir və yaxud hər hansısa bir övliya, hətta Muhammed sallallahu aleyhi ve sellem onu sənə verə bilməz. Hətta Allah Resulü buyurur ki, hətta bəzi batil əhli bu hədisi dəlil gətirirlər. Amma başa düşmürlər ki, bu hədis sözlərini rəddir. Allah Resulü buyurur ki, sizin mənə dediyiniz salavat, yəni sallallahu aleyhi ve sellem sözü və yaxud da başqa ləfslərdə gələn mənə çatdırılır. Və kim mənə bir salavat desə, Allah qatında 10 salavat, yəni 10 xeyir dua ona yazılır. Və diqqət yetir qardaşım. Peyğəmbər sallallahu buyurdu ki, mənə, yəni Allah Resulüne ərz olunur. Hətta Allah Resulü eşitmir. Allah ərz etməsəydi Allah Resulü eşitmir. Bəs başqasına kim ərz edir? Məgər Hüseyin İbn Ali radiyallahu anhuya kim ərz edir? Məgər o eşidir? Məgər Həsən radiyallahu anhu və yaxud da başqa sahabələr? Allah Resulünün bacarmadığı şey, Allah Resuluna verilməyən bir fəzilət onlara verildi. Yəni bunlar hamısı tövhiddə olan naqisliklərdir. Yəni tövhid Allahın kəlamı, Allahın kitabı bizə öyrətdi və bu Muhammed sallallahu aleyhi ve sellem ümmətindən qabaq da vardı bu problemlər ümmətin içində. Məsələn Məryəm, İsa aleyhisselam, onları da Allaha şərik qoşurdular. Və şeytan muammardır, yəni uzun ömür yaşayandır. Həmən toxumdur. Həmən səmərədir ki, səpir onu. Və ta o zamandan bu günə qədər hər bir peyğəmbərin vasitəsindən insanları azdırıb. O zaman da eləydi. İsa'nı birinci dedilər Allahın oğludur. Sonra Allah dedilər. Sonra dedilər ki, üçlüyün üçüncüsüdür. Və Məryəm aleyhisselam və həmçinin onun özünü. Amma halbuki onlar tövhidi ayırdılar. Amma halbuki onlar Allah'a olan ibadətləri başqasına sərf etməyi haram görürlər və buna dəvət edirlər və özləri Allaha şərik oldular. Yəni insanların səbəbi ilə. Həmişə bu olub. Həmişə olub. Hər bir peyğəmbərin vaxtında olub. Və diqqət yetirsəz, şirk necə başladı? Salihlərin heykəllərini düzəltməklə, salihlərin qəbirlərini bəzəməklə başladı. Və əvvəllər insanlar salihlərin qəbrini bəzəyəndə, onların heykəllərini düzəldəndə məqsəd onları baxıb yad eləmək idi. Diqqət yetir, şeytan alimdir. Şeytan alimdir. Şeytan özünü sənə səfih kimi göstərə bilər. Şeytan özünü ağılsız kimi göstərə bilər. Onun üstə onun heybəti yoxdur. Heybət, yəni kişiyə verilən nemətdir ki, öz ağırlığını bilir, öz qədir qiymətini aşağı salmaq istəmir. Onun qədir qiyməti yoxdur, şeytanda heybət yoxdur. Hətta o özünü söydürə də bilər. Ona görə bax, diqqət yetir, hardan hara gətirdi? Salihlərin qəbrini birinci bəzətdirdi, sonra heykəllərini qoydurdu və sonra isə onları Allaha vasitə qoşdurdu. Və diqqət yetir, bəzətdirdikdən, o heykəlləri düzəltdirdikdən sonra salihləri Allaha şərik qoşdurdu və adi adamları yox. Və həmişə belə olub. Şeytan həmişə bu yoldan istifadə edib. Və həmçində Muhammed sallallahu aleyhi ve sellem ümmətində də təəssüf olsun ki. Və Allah Resulü'nün ümmətində də, Allah Resulü'nün öz sahabələrini şeytan Allaha şərik etdi. İnsanlar daha doğrusu Allaha şərik etdilər. Allah Resulü'nün öz əmsi oğlunu, Allah Resulü'nün öz əhl-i beytini, hətta qadını. İslam dinində qadın gizlədilməlidir. İslam dinində qadın gizlədilməlidir. Heç bir kişi istəməz ki, onun qadının adını dillərdə yazsın. Heç bir kişi istəməz ki, qadının adı dillərdə yazsın.
Amma bugünkü indi kişilər qadının adını çəkib onu Allaha şərik qoşurlar. Yəni sən razı qalarsan, sənin qadının adı ilə kimsə adını çəkib cəmaatınca danışsın. Yəni sən istəmərsən. Sənin qeyrətin üstündür, yoxsa əlinin? Yoxsa Allah Rasulunun qızı idi. Radiyallahu anhə. Allah Rasulunun qızı idi. Yəni olmaz. Diqqətli olmaq lazımdır. Müsəlman ayıq olmalıdır. Və ona görə Allahın kitabı bizə ibrətdir. Və diqqət yetirsəz, Allah Teala öz kitabında peyğəmbərlərin qissələrini rivayet edir. Peyğəmbərlərin qissələrini Muhammed sallallahu əleyhi və səlləm nazil edib. Ki ona ibrət olsun deyə, onun qəlbi rahat olsun deyə, rahatlaşsın deyə. Çünki hərdən Allah Resulü dəvət əsnasında sıxılırdı, narahat olurdu. Və Allah Teala onun qəlbini rahatlaşdırsın deyə peyğəmbərlərin başına gələnləri ona nazil edib, qissələri. Və bəzi qissələri də nazil etməyib Allah Teala. Və bir hissəsini nazil edib. Və göründüyü kimi Allahın kitabından şeytan ta əvvəldən bu günə qədər eyni mənhəcin üzərindədir. Eyni yolun, eyni metodun üzərindədir. Eyni olan mənhəcdən istifadə edir. Mənhəcini dəyişməyib. Subhanallahil-azim. Çünki o Rəbbinə vəd verib. Allah Teala onu nə zaman ki cənnətdən qovanda o Rəbbinə vəd verdi. O Rəbbinə söz verdi insanları azdırmaqla. Və diqqət yetir Allahın kitabında şeytan Rəbbinə insanlara yaxınlaşmağını vəsf edir və deyir və onlardan bir nə idi? Onları sağ tərəflərindən, yəni ibadətlərlə, xeyirlərlə yaxınlaşacağını Rəbbinə söz verir. Və bu günə nə qədər insanlar adını o ibadətin tövhid qoysalardı belə, məqsəd tövhidlə Allaha ibadət etmək olsa da belə, heç orada tövhid əlaməti belə yoxdur. Necə ki, əvvəlki qövmlər, peyğəmbərləri Allaha şərik qoşduqları kimi. Və ən dəhşətlisi odur ki, bu ümmətin içində olanlar Peyğəmbər s.ə.v, Muhammed s.ə.v Allaha şərik qoşmurlar. Hətta Allah Rasulundan aşağı olanlar Allaha şərik qoşurlar. Yəni sahabələri. Sahabələr fəzilət baxımından Allah Rasulundan əksik idilər, aşağı idilər. Allah Rasulundan təbii ki. Hətta onlar Allaha şərik qoşurlar. Və şərik də Allaha şərik qoşmaq, şirk qoşmaq, ortağa qoşmaqsa haramdır, ən böyük günahdır. Necə ki Allah Teala öz kitabında buyurur ki: "İnnallâhe lən yəğfir." Allah Teala bağışlamayacaq. Ən yüşraka bihi. Ona şərik qoşanı. Və şərik Allahın kitabında fərqli formalarda gəlib. Və əsasən iki formada gəlib. Və başqa formalarda. Və onlardan ikisi isə ya Allahdan qeyrisinə ibadət etməkdir. Bir şəxs Allahdan qeyrisinə bizzat ibadət edir. Və ikincisi isə əz-zülfə gəlir. Allaha yaxınlaşdırsın deyə. Və bu hər zaman belə olub. Və Allaha yaxınlaşdıran, daha doğrusu insanların əllərinə götürdüyü şüar Allaha yaxınlaşdıransa həmişə salihlər olub. İnsanlar şeytanı Allaha şərik qoşmayıblar. Subhanallahil-azim. Şirki əmr eləyən şeytan özünü Allaha şərik qoşdurmayıb. Çünki alimdir, o bilir. Bilir ki, insanlar şeytanı Allaha şərik qoşmayacaqlar. Kimi Allaha şərik qoşacaqlar? İnsanları nə ilə anlatmaq olar? O bilir. Salihlərlə. Və bunun da bir forması insanın özünü naqis görməkdir. İnsan naqis deyil. İnsanı naqisləşdirən günahlardır. Amma insan naqis deyil. Allah Teala insanı gözəl biçimdə yaratdı. Və bəzi insanlar elə düşünürlər ki, Allah bizdən qəbul etməyəcək. Ona görə bizim Həsənə, Hüseynə, Aliyə və yaxud da başqa sahabələrə Əhl-i Beytə ehtiyacımız var ki, onun vasitəsilə Allaha yaxınlaşaq. Yəni ibadət etməklə təbii ki. Onların gətirdiyi hədislərlə yox. Təbii ki, kimsə desə ki, Ali radiyallahu anhudan gələn hədislərlə Allaha ibadət edirəm, düzgündür. Əgər kimsə desə ki, Həsən radiyallahu anhunun Allah Rasulundan rəvayət etdiyi hədislə Allaha ibadət edirik, bu doğrudur. Bu tövhidin özüdür. Amma kimsə desə ki, Həsən radiyallahu anhudan Allaha yaxınlaşdırıq, onu çağırmaqla Allaha yaxınlaşdırıq, elə bu şirkin özüdür. Necə ki, Allahın kitabında bu öz əksini tapır. Sadəcə sual yarana bilər. Sual yarana bilər ki, bəzi firqələr deyirlər ki, biz Allaha, bizim məqsədimiz, qəsdimiz Allaha şərik qoşmaq deyil. Biz tövhidi qəbul edirik və biz də Allahın özündən istəyirik. Və biz də Allahın özündən istəyirik. Və necə ki, mühazirənin əvvəlinə cavab verildiyi kimi, insanın özünün verdiyi qərarlar bir elmin içində insanın verdiyi qərarlar rol oynamır. Hətta bu dünyəvi şeylərdə də belədir. Kimsə gəlib deyə bilər ki, 2 + 2 5 eləsin. Mənə belə xoşdur.
mən 2 plus üstəgəl 2-ni 5 hesab eləmək istəyirəm. Mənə görə belə olmalıdır. Yəni gülüncdür. Yəni adam bunu deyən gülünc adamdır. O ya səfehdir, ya dəlidir, ya Allah aləm. Bilmirəm nədirsə. Yəni hətta bu dünyəvi elmin içində səfehlikdir. Yəni qəbul olunan bir şey deyil. Allah Taala'nın qoyduğu dinin içində necə qəbul oluna bilər ki? Elmin içində necə qəbul oluna bilər o? Ona görə din dayanıb. Yəni təvqüfiyyədir. Dayanıb, hökmlər dayanıb. Kiminsə yeni bir şeylər ixtira etməsi haramdır. Və salihləri insan özündən qudva götürməli, ibrət götürməlidir. İbadət yeri yox. Hətta peyğəmbəri götürmək olmaz. Hətta sahabələr Mədinəni tərk etmədikcə, yəni Məddədən çıxıb, yəni səfərdən qaydanda yalnızca Peyğəmbər sallallahu əleyhi və səlləm girib qəbrinə salam verirdilər. Hətta hər gün gəlib Allah Rəsulunun qəbrinə salam vermirdilər. Çünki Allah Rəsulu buyurduğu kimi, kim bir salavat deyərsə, yəni sallallahu əleyhi və səlləm deyərsə, o Allah Rəsuluna ərz olunur. Və bu kifayət edir. Ona görə baxırsan, Allaha şərik qoşan qövmlərə, onlar qəbirlərə meyillidirlər. Qəbrin nə bir qədir qiyməti var ki, o xeyirli insanları uzaqlaşdırdı səndən. Əksinə qəbir bir evdir. Əksinə qəbir bir uzaqlaşdırandır. Yəni insan xeyirli insanları səndən uzaqlaşdıran şeyi sevər. Əksinə. Yəni görürsən, şirkin səmərəsidir ki, əvvəlki insanlar hansı yoldaydılarsa, elə indikilər də həmən yoldadılar. Necə ki, əvvəllər də qəbirlər və bütlər idi və indi də həmçinin. Hətta indi biraz da artıb. Ağaclar da var. Daşlar, kollar da var. Heykəllər də var. Dəvə var. Subhanallah. İnsan dəvənin altından keçirir ki, uşaq olsun. Yəni vallahi yəni bu əqilsizlik. Yəni bir insan daşın altından keçsin ki, onun övladı olsun. Peyğəmbər sallallahu əleyhi və səlləmin sahabəsi olan Ömər ibn Xattab radiyallahu anh deyir ki, o zaman ki Məkkəli Kəbədə qara daş var, hansı ki o cənnətdən endirilib. Və qara daşı Allah Rəsulü öpərdi. Və Ömər ibn Xattab deyir ki, ey qara daş, əgər Allah Rəsulü səni öpməsəydi, yəni vallahi səni hər hansısa bir qədir qiymətin olmazdı. Yəni mən bunu eləməzdim. Hətta baxmayaraq ki, Allah Rəsulünün etdiyi bir əməli daşa görə yox, Allah Rəsuluna görə edirlər. Və daşdan da işin istəmirdilər. Sadəcə Allah Rəsulü etdiyinə görə və cənnətdən xeyirli bir yerdən nazil olduğuna görə və qara daşın yanına keçəndə salam verərdilər və imkan olsa qara daşı öpərdilər. Yəni İslam dinində əşyalar heç vaxtı öz hallarından yuxarı qalxmayıblar. Amma bugünkü gündə qalxıb. Hələ göz muncuqları və yaxud ona bənzər qara sapı qara paltarı tikmək üçün icad ediblər. Qara sap qara paltarı tikmək üçün insan, ey müsəlman, qara sapla ağ paltarı tikəndə ibəcər görünür. Yəni gör insanların şeytan nə qədər əqillərini korlayıb ki, İnsan qara sapa təvəkkül edir. Qara sapla qorunur. Pirə gedir, qollarına qara sap bağlatdırırlar ki, bu səni şər qüvvələrdən qoruyacaq. Yəni şeytandan, qəsdləri şeytandır. Şeytandan qoruyacaq səni. Subhanallahil-azim. Şeytanı yaradan Allahdır. Onu qovan da Allahdır. Və onun sözünü, şeytanın sözünü Allaha söz verib insanları azdırmağını, şeytanın sözünü öz Muhammed Peyğəmbərinə sallallahu əleyhi və səlləmə nazil edən də Allahdır. Və onun fitnəsini də öyrədən Allah ondan qorunmağın yönlərini öyrədi baxın. Yəni orada sap yoxdur, orada qara sap yoxdur. Ki kimsə qoluna qara sap bağlasın və o qara sap da onu qorusun. Ona görə deyildiyi kimi, əvvəllər Allahın dinindən olmayan heç bir şey bugün Allahın dinindən ola bilməz. Ona görə də qardaşlarım, şirk və şirk əhli və şirk edənlər və onlara meyil eləyənlər və görürsünüz, təəssüf olsun ki, az deyirlər. Və təəssüf olsun, ətrafdadılar, qohumlarda da var, yaxınlarda da olur. Onlar üçün dua eləyin. Və müsəlman hansısa bir zərər görəndə, müsəlman hansısa bir şərin qapısını görəndə ora dua eləməlidir. Onun bağlanması üçün. Onun bağlanması üçün dua eləməlidir. Və onun bağlanması üçün səbəblər var. O da dəvətdir. Çünki Allah Teala öz kitabında buyurur ki, öz Peyğəmbərə əmr edir. Haqq gəlsə,
batil yoxa çıxar. Yəni batil şirkdir. Şirk batilin birincisidir. Və haqq isə tövhidin özüdür. Ona görə lazımdır hər bir müsəlmana, öz ətrafına, qohumlarına bu avamçılıqları, bu savadsızlıqları, bu günahları insanlara öyrətmək lazımdır. Onlara dəvət etmək lazımdır. Gözəl sözlərlə, gözəl əxlaqla. Yəni bəzi xavariclər və onlara bənzəyər olan quyruqlarına bənzəyənlər kimi yox. İnsanların qəlblərindən çıxartmaq lazım o daşları, sapları, nə bilim o ağacları və s. muncuqları. Çünki sənə elə belə görünür. Amma şeytan onunla onları saxlayır. Və onunla da hətta onları qorxudur. O qara sapı onun qolundan dartıb qopatsan, elə qorxar ki, bəlkə güllədən elə qorxmur. Bəlkə gələn düşməndən elə qorxmur. Subhanallah ilə bir sapla şeytan onu məğlub eləyib. Bir sapla şeytan onu gör necə özünə əsir, gör özünə necə bir qul kimi saxlayıb. Bir sapla, qolundakı bir qara sapla. Hələ başqa şeylər demirəm. Ona görə də baxırsan, şirk həmişə eyni mirasdır. Və onun müalicəsini Allah bizə öyrədib. Və bugün o müalicəni sən bilirsən. Yəni tövhidi, Allahın kəlamını, Muhammed sallallahu aleyhi ve sellemin şirk əhli ilə etdiyini, hətta Allah Teala öz kitabında məsəl çəkir. Onları məsəl çək insanlara. İnsanlara məsəl çək. Denən ki, Allah Teala öz kitabında buyurur ki, o qəbirlər, o daşlar və yaxud da fərq eləməz nələr, nə ki Allah'a şərik qoşulursa, Allah Teala onların acizliyini milçək ilə müqayisə edib öz kitabında. Allah Teala buyurur ki, milçək, ağcaqanad, o qəbirin üstündən bir şeyi götürüb aparsa, o qəbir o milçəyi tutub saxlayacaq gücdə deyil. Yəni o milçəyi mane olacaq bir gücdə deyil. Yəni o qədər zəifdir. İnsanlara Allahın kəlamını, Allahın sözləri ilə dəvət edir və inşallah bərəkət də oradadır. Çünki Muhammed sallallahu aleyhi ve sellemin dəvəti ilə dəvət edərsə və kim ki Muhammed sallallahu aleyhi ve sellemin sözlərini çatdırarsa, orada bərəkət olacaq. Kim ki Allahdan qorxandırsa və kim ki haqqa meyl edəndirsə. Və Allah Teala'dan istəyirəm ki, bizə və bizim dəvətimizə, tövhid dəvətinə bərəkət versin. Və insanlara, onlara da çoxsu demək olar ki, bəlkə də hamısı müsəlmandır. Sadəcə bilmirlər. Onları aldadıblar. Və bəzi özlərini elm əhli deyənlər, elm tələbəsi deyənlər, bəzi yerlərdən təsirlənənlər gəlib insanları azdırırlar. Və insanların dini savadsızlığından istifadə edirlər. Və çoxsa görürsünüz pullandır. Elə bir pir yoxdur ki, ora pulsuz işləsin. Elə bir molləm yoxdur ki, o yazdığını pulsuz yazsın. Yəni hamısı pul dəstinə qalsa. Yəni bir biznes, yatırımsız bir biznes. Yəni ona görə də insanlara Allahın dinindən xeyirli mövzələr edin. Və qohumlarınıza və Allah tez-tez ziyarət edin. Əvvəla qohumluq əlaqəsini gücləndirmək dindəndir. Qohumluq əlaqəsini gücləndirmək sünnədəndir. Allah arasında tabiçilikdəndir. Hətta sahabələr öz valideynlərinin dostlarını hörmətini qoruyub saxlayarlar. Öz atalarının, dostlarının, öz atalarının dostu. Onun qədir qiymətini qoruyub saxlayarlar. Başındakı papağını, başındakı libasını onun başına qoyardı. Yəni şərəf olaraq. Yəni, hələ mən demirəm öz valideynlərini ziyarət eləməyənlər. Hələ öz əmlərini, dayılarını, xalalarını, bibilərini ziyarət eləməyənlər. Onlarla maraqlanmayanlar. Yəni bunlar hamısı, bu da özü şeytanın bir hiləsidir, vəsvəsəsidir. Müsəlman qohumlarını ziyarət eləməlidir. Və ziyarət əsnasında onların şübhələrini onlardan apar. Onlara dəvət elə. Çünki vaxt var sən də bilmirdin. Çünki vaxt var sən də qolva qara sap bağlayanlardan idin, pirə gələnlərdən və yaxud ona bənzər şeylərə, daşa, ağaca gedənlərdən idin. Allah səni o zülmətin içindən çıxartdı. Və bugün də sənin boynuna vacib ki, sən də zülmətdən insanlara gücün çatan qədər çıxardasan. Allah Teala'dan istəyirəm ki, bu yolda bizi möhkəm saxlasın. Və bizi ən əzəmətli kəlmə olan La ilahe illallah Muhammed Rasulullah kəlməsinin üzərində yaşatsın. O kəlmənin üzərində bizim canımızı alsın. Allah Teala'dan istəyirəm ki, dövlətimizi qorusun, rəhbərimizi qorusun. Və kimlər ki, xeyirlilərsə, o rəhbərimizə o xeyirli adamları yaxınlaşdırsın. Və kimlər ki, şər əhlilərsə, ziyanlıdırlarsa, zərər verəcəklərsə, həm dünyasına, həm axirətinə o insanları da ondan uzaqlaşdırsın. Allah ordumuzu qorusun. Dünyasını dəyişənlərə rəhmət eləsin, ailələrinə də səbir versin. Əsgərlərimizi qorusun, sabit eləsin və bu əmin-amansızlığı bu diyarda Allah Teala'dan istəyirəm ki, sabit etsin. Əncün Allah bilir və subhanəkəllahumma və bihamdik əşhədu ən la ilahə illə ənt, əstəğfirkəllahumma və ətubu ileyk. Bəli.